Hər kəs salam dostlar, mən Elvin, kanalıma xoş gəldiniz. Bugün sizlərlə Unique-in İçəri şəhər korpusunu gəzəcəyik. Bura getməkdə məqsədim odur ki, həm sizlərə İçəri şəhər korpusunu göstərmək, həm də bu günlərim burada olacaq tədbirdə iştirak etməkdir. İçəri şəhər korpusu əsas korpusdur bildiyiniz kimi. Bundan əvvəl Nizami korpusunun videosunu paylaşmışdım. Onu da sağ üstdə i-butonda paylaşacağım. İstəsəz girib baxa bilərsiniz. Burada da avtobusu gözləyirəm gəlsin və mən gecikirdim həmin vaxt İçəri şəhər tədbirinə. İçəri şəhərdə tədbir 9:35-də başlayacaq. Mən isə artıq 9:35-dir. Hələ də Astanovkada avtobus gözləyirəm. Gəncliyə getməliyəm. Gənclikdə uşaqla görüşüb metroya düşüb oradan getməli idim İçəri şəhərə. Amma avtobus gec gəldiyi üçün fikrimi dəyişdim. Buna görə metroya getməyə qərar aldım. Nərimanov metrosuna minib oradan uşaqla görüşəcəm. Müəllim, necəsiz, nə var, nə yox, Kamil, yapışım səni deyim. Nədənsə canım gözükür. Söz verəmək Kamil, hara gedirik biz yetim? İçəri şəhər harada gedirik? Binası. Birinci bu. Dəqiq olsun. Təmlə fikirləşdim mən. Dedim ki, mən o başdayam da, başda qatardayım. Orada sən qışqırsam, sən orada qaça-qaça yap, bura çatamayarsan. Ya ortaya minəsən, o da qatarın ortaları doludur. Ona görə çatamayarsan. Nəsə də başını bırax. İndi dərnəcür, bundan sonra bir dərnəcür, ondan sonra bir dərnəcür. Yox, hala, dərnəcür çəkər. Amma Bakımil gec-gec gəlir, bura. Ha, bura. Burada Bakımil çox gecə. Çox. Bakmilə gedəndə azlar. Zaman kim gedirsə, qırmızı xəttə ilə Abi, bir dənə video atmış, deyim mənə Bakımil barədə. Bakımil barədə bir dənə video atmış, deyim mənə. Sən. Gəlir, mən atmışım. Düşür. Dərhal düşür, dərhal tərk et. Sizin də mənliyiniz gedəcək arada. Əslində qatar ilə də dolu edəcək, bizim mən 28-də çıxardım. Yox, 28-də gedəndə bir anda olur. Yox, indi hava yəni 10 saat 10-da kimdən qaradaq 28? Nə bilim, Zaman önündə şimdi yaxın 28. zaman da seni bir görüşürüz ya. Abi, bu günlərim İçəri şəhər vlogu çəkirəm. İçəri şəhərə gedirik. Amma şansı otaq olduğunu hələ bilmiyorum. Otağı başı bırak getməyəcəm mən tədbirə. Gedib ayrılacam içəridə. Abi yaşlı. Kamil, mən bilmirəm da, tanımıram İçəri şəhəri bilsəm deyil. Narahat olma, gedək. 100% dəqiq olsun. Bomba kimi. Əsas korpusda Bratlar. Gedək görək nə olur. İçəri şəhər İçəri şəhər o vaxtı bir dənə erməni memar dizayn edib. Ona görə də bir dənə çıxış vardı. İndi səbəbini deyəcəm. Səbəbini 2-3 dənə reklamlardan sonra deyəsən səbəbini. 2-3 dənə çıxış olmalı idi. Erməni ilə dizayn edildi. Gözün çara çıxanı Amma danışalım. Reklamlar. Davam edə görək bu İçəri şəhərin niyə bir çıxışı var da? Hə. Bir dənə niyə çıxışı var? 2-3 dənə çıxışı planlaşdırıblar. Amma ki İçəri şəhər tarixi bir yerdir axı. Hə. Köhnə binalar falan çoxdur. Yerin altını nə qədər çox qazsalar, o qədər də çox çöküntü ola bilər deyə qorxdular. Ona görə bir dənə çıxış Dedilər ki, tarixi binalar qırılar abi. Qırılar uça bilər. Neçə yüz illik binalar var. Bu məlumat üçün təşəkkür edirik. Çox sağ ol. Amma bu bilgini yaparsınız ya. Kamil, dəqiq İçəri şəhər binası budur bura. Göz internetə açıb bax. Bax görək. Özüm də saçdıram, nə aradı gözlə. Yaxınıq. Qabaqdadır, biraz qabaq. Qabaqda da, harda qırılar. Bu bina deyil, oradakı qabaqdakı. Hadi heç nə yaxşı getdik onda. Of. Yavaş sürə. Mən Pakistanlılara oxşayıram deyə bura. Mən video çəkəndə heç kim pis baxmır. Əvvəl bəlkə turistəm. Səni O 77 nə zor keçsin. Aa, nə yaxşı Allah. Şam, sür getdik. Aga, niyə bizim korpus belə deyil axı? Davay Kamil, sür. Nəyə baxsın bura? Tüm mesajlarını görsən qrupda. Ay, sonuz. Çək gedək belə. Bir dəqiqə. Ha, nə bir dəqiqə? Gəl buradan gedək. Düş elə bir dənə birinci mərtəbəm, bir dənə hərinə görək nə var, nə yox burada Kamil. Bir dənə sən məmcan belə get görək nə var. Mən sinif yoldaşımda bu oxuyur. Mənim qohumum da burada oxuyur. Qohumumdan xəbərim yox imiş. Oxuyur bura daxili audi şöbəsi. Bizə belə şey yoxdur. Əslində var, prosta biz bilmirik. Zavat maliyyə oxuyur da burada. Biz menecment oxuyuruq.
Hamı dərslədiyi ona görə belədir vəziyyət. Hə da, hə. Ay, bu nə boyda xərtdir, bizdə yoxdur belə. Çox giz-giz şeylər çəkirəm, amma bizdə yoxdur. Ha. Ay, Kamil, gəl bəl görüm. Kamil, davay, bura girik et. Nə fərqi var, buradan qalxaqdan yetim. Aga, nə fərqi? Kamil, düz deyir, Əli. Aga, Allah, oradan... Nə olacaq ya, Əli, universitet bizim dörmür. Ve her zaman da yani onun adını, onun şəxsiyyətini çox hörmətlə yad edirdi Bəxtiyar Vahabzadə. Onun sadece Gülüstan poeması değil, yani Gülüstan poemasını yazarak bu məhrumiyyətlərə düçar olan şair hiç de korkmadı, hiç de elini ayağını kenara çekmedi. Tam tersi Gülüstan poemasından sonra eyni tefekkürle ağlayan, güleyen, yollar, oğullar, tezatlar, mərziyə, fəryad kimi əsərlərində milli mənəvi dəyərləri dilə gətirir. Başsam masanın üstə, baxdı, bir qola baxdı. Kağıza həvəslə o da qol atdı, dodağı altından gülümsəyərək. Bir qələm əsirliyi hicran yaratdı, bir xalqı yarıya böldü qılınc tək. Öz sivri ucuyla bu lələk qələm, dəldi sinəsini Azərbaycanın, başını qaldırdı ancaq dəm-bədəm kəsdilər səsini Azərbaycanın. Dayan zaman dayan, dayan, dayan dedim dayan. Dayan, dayan, dayan zaman dayan. Hicran olmasın ama, hicran olmasın ama. Bir payız akşamı yağanda bir yağış saplandı könlüme, al oldu bir bakış, kamaştı gözlerim baktıkça ben ona, gözlerden efsun, gözlerden hemen. Dayan, dayan dedim dayan, dayan, dayan zaman dayan, dayan, dayan dedim dayan. Dayan, dayan, dayan zaman dayan. Hicran olmasın aman, hicran olmasın aman. Hicran olmasın aman, hicran olmasın aman. Tədbir bitdi. Biz də dedik ki, gedək İçəri şəhər korpusuna baxaq. Burada İçəri şəhər korpusunun həyəti. İndi gedəcəyik kitabxanasına. Burada Kamil keçməyə çalışır. Kamil bütün kitab oxuyub qutarandan sonra dedi, duraq gedək də, bəsdir, nə qədər otururuq burada. Biz də dedik, işinə gedək də. Burada İçəri şəhər korpusunun bufetidir. Elə bizim bufetlə eynidir. Hər bir şey demək olar ki. Kamillə çıxdıq dostlar. Kamil bizi ara aparsan gedim. Seydin dönərinə aparsan. Yox, birinci Təzəpir məscidindən sonra. Birinci Təzəpir məscidinə gedirik. Nəyə görə gedirik? Namaz qılmağa gedirik. Oradan da çıxıb hara gedəcəyik? Oradan gələcəyik. Seydin dönəri. Seydin dönərinə basacağıq.
Hələ baxım görüm nə boyda yolumuz var. Arxaya dönməliyik. Arxaya dönməliyik. Nəsə da bura? Burada əsas korpusdur. Qəşəng universitetdir. Prosta burada maliyyə bir də iqtisadiyyatçılar oxuyur. Belə. Yaxşı yerdir, çox yerdir. Zor yerdir. Prosta ev ki biz oxuyamırıq da bura. Abi bizim korpusa baxanda nə bilim ha. Bizim korpusa baxanda bütün korpusa şükürləniz olsun. Bizim korpus şey yox. Amma nizami korpusu laf yaxşı. Yetimlər evi də elə bir. Amma yenə də Unekdəsi, son odur ki Unekdir. Bizim korpusun o tərəfi yoxdur. Burası yolu atlanmaq lazımdır amma. Gəlin menecmentə. Zebra Aga yox. yaxşı da bir yol tapaq keçərdik. Zebra yoxdur. Bu nə zarafatlar deyil. Amma başa çatır, zebra deyil. Biz ara birisiniz, bəzən zebra. Ha buradan keçək. Acı oradan keçək Allah. Maşın vurub bizi şikayət eləyəcək. Eyni şey də olsa 2 tərəfə olur. Belə gedir. Neysə olur, bir də nə qədər keçiyor. Hadi yaxşı keçək. Fakt danışasıydı, neysə yadımda içərdə olanda. Oran keçdi. Orası oradan mənim də yadıma düşdü. Ona görə dedim ki, get qabaqdan baxım keçmişiksə danışmayım. Hə, denən. O keçmiş yara danışıram. Hə, danışır olacaq ki. Səadət Sarayı temasını danışsaydım Hə, danışamıram. danış, indi danış. Səadət Sarayının elə bil ki, o Mursa Muxtarovun həyat yoldaşı olur. Venesiyada gedəndə bir dənə evlə rastlaşırlar. Aha. Ev çox xoşuna gəlir. Deyir ki, bu evdə yaşayan çox xoşbəxtdir, belə elə, çox xoşuna gəldi, ümumiyyətlə də. Belə. Hə. Danış. Hə, sonra da bu həyat yoldaşından gizli Mursa Muxtarov başlayır həmin o evin kopyasını tikdirməyə. Tikdirir, qutarandan sonra tez keçir. Şəhəri gəzdirəndə təzədən həmin evi göstərir. Görür ki, yadına düşür, deyir, bu ev. Evin asarını verir ki, götürür sənin də. Sənin də həyat yoldaşındır. Qutarır. Bu hekayə nə hekayəsi idi vəbşi? Eşq hekayəsidir. Yox, həqiqi nə hekayəsi idi bu? Mən yadıma Səadət Sarayının hekayəsi bu. Mən səndən nə soruşdum ki, zalda içəridə sən dedin danışın hekayə. Səadət Sarayı. Özün dedin ki, sonra danışarım. Yox, bir dəqiqə, sən nə dedin ki, mən söz dedim sənə? Mən illərdə maraqlı bir şey gəldi. Yox Allah. Maraqlı deyil deyirsən ki, Yox, özümə kişi o boyda ev tiktirib arvadı üçün. Kişi tikdirib. Və arvad tikdirib kişi üçün. Yox, niyə ki, ağar arvadlar da jest eləyə bilir də. Hə, O söz deyəm. vaxtdan danışırıq. O vaxt qadınlar Yox, çox onu demə, başqa milyoner şey. olma ehtimalları çox. Kişilər O 4 xanım ki, üstün xanım ki vardı ki, o xanımlar dünyada üstün xanımlara sonundasız ki, Həzrəti Fatimə Zəhradır. O Fatimə Zəhra özündən öncekilərdən Qabağa gedək. ki, o xanımlar öz dövründə xanımların xanımı idi. Tədbirdən çıxdıq, indi gəldik Semaşka korpusuna. Dərsimiz var saat 2-dən neçəyə qədər? 18-20-yə qədər. İşləmiş 20 dəqiqə. 20 dəqiqə qədər buradayıq. İzləmədə davam olun. Tıklayın ekrana. Burada da Kamil telefona baxa-baxa dərs danışmağa çalışır. Dərs iqtisadiyyata girişdir. Videonu deyim ki, artıq video bu qədərdir. İnşallah videonu bəyəndiniz. Əgər videonu bəyənsəniz, videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Hər biriniz dəyərlisiniz. Futbol oyuncusan.